Bax, indi Kəlbəcər dağlarından elektrik xətləri çəkmək özlüyündə bir qəhrəmanlıqdır, özü də ağır hava şəraitində. Yollar, körpülər, məsəl üçün 70 kilometr uzunluğunda ancaq tunellər inşa edilir, onların böyük əksəriyyəti başa çatıb. Bu bölgə bir-biri ilə bağlı olmalı idi, birinci. Ona görə dəmir yolları, Bərdə-Ağdam, indi Ağdam-Xankəndi, avtomobil yolları, magistral, yəni Zəngəzur dəhlizi öz yerində. Amma eyni zamanda Cəbrayıl, Hadrut, Laçın, Kəlbəcər. İndi mən birinci dəfə Kəlbəcərdən Laçına gedəndə mən həyatımda belə təhlükəli yol görməmişdim. Mən uzun illərdir ki, avtomobil sürürəm, o cümlədən müxtəlif ölkələrdə də vaxtilə olanda sürmüşdüm. Amma Azərbaycanın hər bir yerində təbii ki. Amma elə təhlükəli yol mən görməmişdim. Bəlkə də ona bənzər ola bilər Göygöl-Kəlbəcər yolu, Murova aşırımından. Tunel tikilənə qədər indi o yoldan istifadə edirdik. Yəni, indi bu 4 zolaqlı körpülərlə, tunellərlə təmin olunan yollardır. Yəni, bütün bunlar imkan verəcək ki, bir yerdə yaşayan insan o bir yerdə işləyə bilsin. Məsəl üçün, Xankəndi, Şuşa, o qədər də məsafəsi böyük deyil. Amma yenə də bu məsafəni daha da qısaldmaq üçün o yol boyunca tunel tikirik. Ya da ki, Şuşa-Laçın. O da indi 40 dəqiqəyə getmək olar. Amma yeni tunellərlə, yolların genişləndirilməsi ilə bu 20-25 dəqiqəyə düşəcək. Yəni, imkan verəcək ki, mobillik artsın. O cümlədən Ağdamda yaşayan Şuşada gedib işləyəcək və əksinə. Bütün o bölgəni bir-biri ilə bağlamaq bizim əsas vəzifəmizdir. Və bu bölgəni Azərbaycanın digər bölgələri ilə Kəlbəcər üzərindən Gəncə, qərb istiqamətə, Tərtər, Bərdə, Bakı istiqaməti, Füzuli, Biləsuvar, cənub istiqaməti. Beləliklə, bağlantılar ölkədə daha etibarlı olacaq, yola sərf olunan məsafə qısa olacaq. Bizdə hamımız yaxşı bilirik ki, insanlar adətən yaşadıkları bölgələrdə yaşayırlar. Ancaq bu bağlantılar olan zaman dəmir yolu, avtomobil yolları, gələcəkdə hava yollarının istifadəsi ilə insanlar da ölkə daxilində miqrasiya edə bilərlər. Şərt deyil ki, hamı gəlsin Bakıya. Əksinə, bugün məsəl üçün Xankəndi kimi şəhərə Bakıdan gəlirlər, Naxçıvandan gəlirlər, başqa yerlərdən gəlirlər. Xankəndi və Ağdam azad edilmiş bölgələrin əsas şəhərləri olacaq.